Deməli, ora Şəmsi Rəhimov küçəsidir. Bu küçənin Maqsud Əlizadə küçəsidir. Diqqətlə qulaq asın. Bax, bir addım. 200 min torpağın sotu. 250 min. Bura 200 min, bura 250 min. Bir addımda. Bir addımdakı fərqi gördünüz. Ona görə mən deyirəm ki, qiymətləndirmə çox önəmlidir. Səbəbini də sizə deyim. Bura iki tərəfli işləyən əsas küçədir. O küçədə iki tərəfli işləyən əsas küçədir. Amma bura tüpik küçədir, həm də dardır. Bir dənə fikir verin. Bax, bu küçə həm dardır, eyni, həm də çıxışı yoxdur, tüpikdir. Ona görə bu küçədə torpağın sotu buranla eyni ola bilməz. Siz əgər torpaq alırsınızsa, mülk alırsınızsa, bizə zəng edin, biz gəlib yerində qiymətləndirməsini eləyək və sizi 50 min, 100 min qabağa salaq. Amma xanım, Bəli. əvvəlcə çox sağ olun ki, qiymətləndirmə üçün etibar eləmisiniz, birlik amaçla bizi çağırmısınız. Və mən sizə bir yaxda qeyd etdiyim kimi, bir-birinə yaxın eyni küçələrdə qiymət fərqi ola bilər. Yəni, bu küçə tüpik dalan küçə idi, bu isə işlək 2 yol maşın işləyən küçədir. Temur Əliyev ərazisi, Şəmsi Rəhimov küçəsi. Bax, burada yazılıb Şəmsi Rəhimov küçəsi. Bu 4 yolda. Siz bu torpağa 450 min manat verməyə razılaşmışdınız, düzdürmü? Alqı-satqıya gedirdiniz. Sadəcə son anda sizin qardaşınız zəng elədi, Məhəmməd müəllim ki, bir dənə sən də yaxınlaş, öz fikrini bildir. Yəni, olduğu kimi deyirəm. Əgər sözümdə səhv varsa təsdiq edin. Və biz gəldik, müşahidə elədik ki, bu ərazidə düzdür, torpaq 250 mindir, amma o tüpik ərazidə torpaq sahəsi fərqlidir. Qiymət o bir buradan 50 min aşağıdır. Yəni, siz bu günləri alqı-satqınız pozulmadı, sövdələşməniz yerindədir. Buradan da alqı-satqıya gedirsiniz. 80-100 min manata qalığa düşdünüzmü? Allah razı olsun. Yəni, alqı-satqı, qiymətləndirmə, yerində qiymətləndirmə, belə şeylər lazım oldu. Buyurun, zəng edin.